Salam dəyərli izləyicilər. İndi sizə 2 may tarixində keçirilmiş Respublika Fən müsabiqəsinin yarımfinal turunun 6-cı sinif riyaziyyat sualının izahını verəcəm. Başlayaq ilk sualdan. İlk sualımız belədir. Fikrət üzərində yalnız 2 sadə böləni olan ədədlər yazılmış şarları partladır. Buna əsasən neçə şar partladılmayacaq? Baxaq. 64-ü əvvəlcə sada vurğulara ayıraq. 64 olacaq. 2 üstü 6. Buradan görünür ki 64'ün yalnız bir dənə sadə böləni var. Ona görə 64 qalacaq. Bu qalır. Minus yazırıq. Minus. 45. 45. 45. 45'i sada vurğulara ayırsaq olacaq 3 üstü 2. 5 üstü 1. Bunun 2 dənə sada böləni var. 3 və 5. Bu partlanacaq. Yəni, bura plus deyək. Burada minus deyək. 144. 144'ü sada vurğulara ayırsaq 2 üstü 4, 3 üstü 2 deməkdir. Bunun da 2 dənə sada böləni var. Deməli nədir? Bu da partlayacaq. Deməli plus yazacaq buna da. 100 ədədi. Bu 100 ədədi 2 üstü 2, 5 üstü 2 deməkdir. Baxaq. 2 dənə sada bölən var. Bu da partlayacaq. 27. 27 3'ün kubu deməkdir. Yalnız bir dənə sada bölən var. Bu partlamayacaq. 120. 120 ədədi. 120 ədədi. 2'nin kubu 3 üstü 1, 5 üstü 1 deməkdir. 3 tane sada bölən var. 2, 3 və 5. Bu da partlamayacaq. 750. 750'ni belə yazıram. 6 vur 125. 2 üstü 1, 3 üstü 1 və 5 üstü 3. 3 tane sada bölən var. Bu da partlamayacaq. Deməli, neçə şar partlamayacaq deyər. 1, 2, 3, 4 tane şar. Doğru cevabımız olacaq burada C variantı. Bu birinci sualın həlli. Bir de doğru cevap oldu C variantı. İkinci sual. Deyir ki, aşağıda 4 rəqəmli sayğac təsvir edilmiştir. Sayğac işlədikdə mavi xanalardakı 17 ədədi sabit qalır. Sarı xanalardakı 12 ədədi isə bir-bir artaraq 99'a qədər dəyişir. Buna əsasən sarı hissələrdə yaranan 2 rəqəmli natural ədədlərin neçəsi 17 ilə qarşılıq sıra deyil. Deməli, bu sarı hissədə yanan ədəd 17'də qarşılıq sırada olmamalıdır. 12'den sonra bir-bir artır. Deməli, birinci 17'də qarşılıq sırada olmayan ədəd 17'nin özüdür. Sonra 17 sada olduğu için 17'den ancaq mislərini yazacaq. 17'nin 2 misli 34 qarşılıq sırada olmayacaq. 17'nin 3 misli 51. 4 misli 68, 5 misli 85. Deməli, doğru cevabımız olacaq burada C. 5 tanesi qarşılıq sırada olmayacaq. Növbəti sualımız. Abbas pulun 1/3'ine kitab, qalan pulun 1/3'ine isə iki yeni qələm aldı. Onun 16 manat pulu qaldığını bilərək bir kitab və bir qələmin qiymətinin birləşən neçə manat olduğunu tapın deyir. Şimdi Abbas'ın puluna mən deyirəm 9x. Deməli 3/1 3x. 3x-ə kitab alın. Kitab. Qalan pulu olur 6x. Qalan pulun 3/1'i. 3/1'i eləyəcək 2x. 2x-ə deyir 2 yeni kitab aldı. 2 yeni qələm alıb. 2 qələm. 2 qələm alıb. Burada bir kitab alıb. Burada 2 qələm alıb. Deməli, buradan çıxır ki, bir qələm olacaq x manat. X. Onun 16 manat pulu qaldığını bilsək. Baxın. 6x pulu qalmışdı. 2x də verdi, qələm aldı. Deməli, 4x pulu qalıb. 4x. 4x bərabərdir. 4x bərabərdir. 16. X alınır 4. X 4'dür. İndi ki, bir kitab və bir qələmin qiyməti. Bir kitab 3x'dir. Bir qələm də x'dir. 4x. Bizdən 4x soruşur. 4x də 16'dır. Doğru cavab nədir burada? B variantı. 16'ya bərabərdir. Yəni, burada sualın cavabı B variantı. Növbəti sual. Amid 3-2 yaşında ikən Cahid n+4 yaşında idi. Deməli, bu tip sualları yazmaq üçün ən rahat yol Venn diaqramı deyirəm. Cədvəl üsuludur. Amid
Amid və Cahid. Amid 3m-2 yaşında olanda Cahid m+4 yaşı olub Cahidin. İndi bizə deyir ki, Amidin yaşı 4m+1-ə çatanda Amid artıq böyüyüb. İndi baxaq nə qədər böyüyüb. 4m+1 çıxılsın 3m/2. Bu da bərabər 4m/3m+1+2. Bu da bərabərdir m+3. Deməli, Amid m+3 yaş böyüyüb. Eyni şəkildə Cahid də m+3 yaş böyüyəcək. Onda Cahidin yaşı olacaq. m+3 gəlsə bura 2m+7 olacaq. İndi deyir ki, Amid 4m+1 yaşa çatanda Cahid 3m+1 yaşına çatır. Deməli, bizə demək istəyir ki, burada 3m+1 2m+7-yə bərabərdir. Bunu da yazırıq. 3m+1 bərabərdir 2m+7. Burada çıxır ki, m bərabər nəyə? M bərabərdir 8. Deməli, doğru cavabımız burada 8-ə bərabərdir. M 8-dir. 5-ci sual. Tənliyi həll edin. Nəyə baxırıq? Baxırıq ki, bu məxrəc, burada rəqlədiyim hissədə -9 olmalıdır ki, nəticə -2 getsin. Yazırıq 3 çıxılsın, 12 bölünsün, 5 üstəgəl, 6 bölünsün, x çıx 1, bərabərdir -9. Burada -9 olması üçün məxrəc bu hissə olmalıdır 1. Yəni, bura 1 olmalıdır ki, nəticə -9-a getsin. 5 üstəgəl 6x çıx 1 olmalıdır 4. Bunda 4 olması üçün bu hissə nə olmalıdır? Bu hissə 4 yazmışam, üzr istəyirəm. Burada 1. 1 olmalıdır. 1 olması üçün 6 bölünsün x çıx 1 olmalıdır. -4 olmalıdır ki, nəticə 1 olsun. X çıx 1 ilə -4-ün yerini dəyişə bilərik. X çıx 1 bərabərdir 6 bölü -4. X çıx 1 bərabərdir -1,5-ə. X alınır -0,5. Deməli, doğru cavabımız burada -0,5-ə bərabərdir. 6-cı sual. Deyir ki, şirkətin 4 işçisindən 66% ingilis, 52% isə alman dilini bilir. Bu şirkətdə 16 nəfər bu dillərdən heç birini bilmirsə, işçilərin neçə faizi hər iki dilini bilir? İndi, əvvəlcə 400-ün 66%-ni tapıram. Olacaq 4 vur 66. Yəni, 264 nəfər. Bu, ingilis dili. 400-ün 52%-ni tapaq. 4 vur 52. Bu da eləyir neçə? 208. Bu da nədir? Alman dilində danışanlardır. Şimdi burada Venn diaqramı çəkəcəm. Venn diaqramı. Baxaq. Bura şirkətdir. Şirkət, ingilis dili və alman dilində danışanlar var. İndi bizdən soruşur ki, işçilərin neçə faizi hər iki dili bilir? Əvvəlcə onların sayı lazımdır. Yəni, buraya mən x deyirəm. Yəni, həm ingilis, həm alman dilində danışanlara x deyirəm. İngilis 264 olduğu üçün bura olacaq 264 çıx x. Alman dili 208 olduğu üçün bura olacaq 208 çıx x. Və deyir 16 nəfər bu dillərdən heç biri bilmir. Yəni 16 buradır. Bunların cəmi 264 çıx x üstə gəlir x üstə gəlir 208 çıx x üstə 16. Bizə verməlidir sayı, yəni 400-ü verməlidir. Burada baxırıq. Mənfi x, müsbət x sıfıra gedəcək. 264, 16, 280, bu da 208, 488. Çıx x bərabər 400-ə. Burada x alır nə? 88. X 88. Deməli, hər iki dildə danışanların sayı 88-dir. Onun faizini soruşur. 88-i də 400-ə bölüb vurmalıyıq 100-ə. Bu da eləyir 88 bölünsün 4, yəni 22%. Doğru cavabımız burada D variantı. 22%-ə bərabərdir.
Növbəti 7-ci sual. Deyir ki, A, B, C, D müxtəlif natural ədədlər olarsa, A plus B plus C plus D cəminin ala biləcəyi ən böyük qiyməti tapın. Sol tərəfi 12 tam 175-i belə yazıram. 12 tam 4-də 3. Bu da olur neçə? 4-də 51. Yəni 4-də 51 bərabərdir. A bölü 8, B bölü 4, C bölü 2, üstəgəl D. Hər birini 8-ə vursam 102, 8-ə vuranda A, 8-ə vuranda 2B, 8-ə vuranda burada 4C, üstəgəl 8D. İndi bizdən cəminin maksimum qiymətini soruşursa, əmsalı biri bunu maksimum götürməliyəm. Maksimum, ikiləri minimum. Əmsalı böyük olan burada 8D-dir də, 8-dir. Bunu minimum götürəcəm. 1. Sonra bunu 2 götürəcəm, daha minimum olsun. Bunu da götürəcəm 3. İndi baxaq. Bura 6, bura 6, bura 8, burada 8. Deməli 102 bərabərdir A üstəgəl 22. A da olacaq 88. A 88-dir. B üstü C 2-dir, D də 1-dir. Bunların cəmini soruşur. A 88 üstüm səhv yazdım. A 80'dir, 80. Bunların cəmini soruşur. 80 üstəgəl 1 plus 2 plus 3. O zaman 86. Doğru cevap burada A variantında verilib. Növbəti sual. Deyir ki, A, B, C müxtəlif tam ədədlərdir. AC hasili ən çox neçə ola bilər? Burada baxaq. Biz bunları tərəfdə toplasaq nə olacaq? Mənfi B müsbət B gələcək sıfıra. A plus C bərabərdir X plus Y-ə. X plus Y də bizə verib. Deməli A plus C bərabərdir 14. Müxtəlif tam ədədlərdir. AC hasili deyir ən çox neçə ola bilər? Deməli hər ikisi müsbət olmalıdır. Deməli ən çox ədədləri kifayət qədər bir-birinə yaxın götürmək lazımdır ki, hasil maksimum olsun. Deməli burada 6 və 8 götürsək maksimum olacaq. Cavab olacaq onda 48. 7 götürsək eyni olacaq, amma müxtəlif tam ədədlər deyilir. 9-cu sual. Deyir ki, uğur mavi və sarı rəngli iki növ kvadratdan istifadə etməklə şəkildəki düzbucaqlığını əldə edir. Kvadratların tərəf uzunluqları tam ədədlərdir. Bu düzbucaqlığın eni 20 cm böyük olarsa, onun perimetri ən azı neçə santimetr olar? Burada nəyə baxırıq? Sarı olan kvadratlara deyirəm, bu tərəfimiz olan deyirəm A. Maviyə deyirəm B. Deməli, 4 dənə mavi tərəf 5 dənə sarı tərəfə bərabərdir. Deməli, burada alınır ki, B 5K'dır, A isə 4K'dır. B 5K. B 5K isə deməli uzunluq olacaq. Uzunluq. Yəni burada uzunluq olacaq. B 5K olduğu üçün 20K. 20K. Eynisi olacaq. Bir dənə mavi, bir dənə sarının cəmi. 5K'nın 4K'nın cəmi 9K. Şimdi bizə deyir ki, eni 20 santimetrdən böyükdür. Yəni 9K 20-dən böyükdür. Tərəflər də naturaldır. Deməli, K neçə olacaq? Perimetri ən az soruşduğu üçün K'nı minimum 3 götürəcəyik. 3. K'nı 3 götürsək, deməli, eni olacaq 27. Uzunluq olacaq 60. Perimetri də olacaq 27'ni 60'dan toplayıb vuracaq 2'yə. 87 vur 2, 174. Yəni doğru cavab burada 174'ə bərabərdir. Növbəti sual. Deyir ki, Həsən birinci gün kitabın müəyyən hissəsini oxuyur. İkinci gün isə o kitabın qalan hissəsinin 9'da 1'ini oxuyur. Həsənin gündəlik oxuduğu səhifələrin sayı eyni olarsa, o birinci gün kitabın neçə faizini oxumuşdur? Şimdi baxaq. Birinci gün, ikinci gün. İkinci gün nə deyirəm? X. X. Və birinci gündə X oxuyub. Deyir ki, gündəlik oxuduğu səhifələrin sayı eyni olarsa, birinci gün, ikinci günə X demişəmsə, birinci gündə olacaq X. İndi deyir ki, ikinci gün kitabın qalan hissəsinin 9'da 1 hissəsi. Kitabın qalan hissəsini A deyirəm. A'nın 9'da 1 hissəsi ikinci gün oxuyub, yəni X.
X bərabər. Deməli, A bərabər 9x. Deməli, birinci gün x səhifə oxuduqdan sonra 9x səhifə qalıbmış. Deməli, 10x olacaq. Kitabın ümumi səhifəsi 10x-dir. O birinci gün kitabın neçə faizini oxuyub? X bölünsün 10x. Onda bir hissəsini oxuyub faizə çevirəndə olacaq 10%. Doğru cavabımız burada C variantı. Növbəti sual. Deyir ki, aşağıdakı şəkildə içlərinə müəyyən sayda konfet olan qablar verilmişdir. Sərhad uyğun olaraq bu qabların hər birinə içindəki konfet sayı ilə tərs mütənasib olmaqla ümumilikdə əlavə 217 konfet atır. Buna görə də ikinci qaba atılan konfet sayı, üçüncü qaba atılan konfet sayından nə qədər çoxdur? Tərs mütənasib deyir. Baxın, 12, 18, 30-dan tərs mütənasib. Deməli, birinci qab 12-də 1 tərs mütənasib deyir. Sonra 18-də 1, sonra 30-da 1. İndi baxırıq, hər birini burada biz hər birini 6-ya bölə bilərik də. 1 bölü 2, 1 bölü 3, 1 bölü 5. Bu tərs mütənasibi mən düz mütənasibə çevirə bilərəm. 2, 3, 5-in çobu 30'dur. Birincini 30'a vuranda 15. İkincini 30'a vuranda 10. Üçüncünü 30'a vuranda 6. Deməli, birinci qaba 15K konfet qoyur. İkinci qaba 10K. Üçüncü qaba isə 6K konfet qoyur. Cəm neçə edir? Cəm toplayanda 31K. 31K konfet paylanılır. Onu da verib 217. 217'ye bərabər. Buradan K çıxır neçə? K çıxır 7. K 7 çıxdı. İndi deyir ki, ikinci qaba atılan konfet sayı üçüncü qaba atılan konfet sayı nə qədər çoxdur? Fərqə baxın, 4K qədər çoxdur. 4K. 4 dəfə 7, 28. Yəni, doğru cavabımız burada olacaq. C variantı. 28'e bərabərdir. Növbəti sual. Düzbucaqlı şəklində A, B və C tarlalarında taxıl əkilmişdir. Bura A'dır, bura B'dir, bura isə C'dir. A tarlasının sahəsi B tarlasının sahəsinin 3 qat, C tarlasının sahəsinin isə 4 qatıdır deyir. Deməli, A tarlasının sahəsi B tarlasının sahəsinin. Deməli, A tarlasına deyirəm 12K. Deməli, B tarlası nə olacaq? 4K. Çünki B tarlasının 3 qatıdır. C tarlasında nə olacaq? 3K. 3K. İndi baxaq. Məhsul yığını zamanı B və C tarlalarındakı taxılları 5 kombayn biçir. Yəni 7K. 7K-nı 5 kombayn 14 sata biçir. A tarlasındakı, yəni 12K-nı 3 kombayn neçə sata görəcək? Bu da X deyirəm. Burada ən rahat yolu göstərəcəm. Görüləcək işlər iş budur. İşlərin nisbəti hər zaman doğrudur. Bərabərdir. Həmin işlərə uyğun hissələrin hasili. 5 vur 14, 3 vur X. Burada K'lar gedir. K'lar gedir. Və nə alır burada? Burada 1, burada 2, 2. 12'dən də 3 X gedəcək. Burada 1, burada 4. Və buradan alır ki, X bərabərdir. 4 və 5, 20, 20 2 onda 40. Deməli, doğru cavabımız burada 40'a bərabərdir. Yəni C variantı. 13-cü sual. Naim şəkildə dairələrin hər birinə 2 rəqəmindən sonra ədədlər yazır. Boz xanalardakı dairələrə yazılan ədədlərin cəmi boz xanalara. Yəni deyir ki, 12, 43, 21, bir də A2. Bunların cəmi bərabərdir. A xanalardakı dairələrə yazılan ədədlərin cəmi. Yəni B4, 3B, 1A, 1A və 51. AB hasını soruşur. İndi 12, 43, 21. Bunları toplamalıyıq. 12-dən 43-ün cəmi bizə verir neçə? 55, o da 21, 76 edir. 76. Üstə gəl. A2, 10A plus 2 deməkdir. Açısını yazdıq. 2 rəqəmli ədəddir. B4,
10B plus 4. 3B 30 plus B deməkdir. 1A işləyəmədə 10 plus A deməkdir. İşte 51. Sol tərəfdə A-lar neçə? 78 üstəgəl 10A. Bərabər sağ tərəfdə baxaq. 10B, B. 11B. Bir dənə A var. Üstəgəl A. Üstəgəl 4, 30, 10. Deməli 30, 10, 40, 44, o da 51, 95'e bərabər. Buradan çıxır ki, A-nın sol keçsə 9'a bərabər olacaq. 9'a bərabərdir. 11B üstəgəl 17 olacaq. 95'dən 78 çıxdıq. İndi B-ni ilə bir ədəd seçməliyik ki, 11'ə vuranda 17 toplayanda 9'a bölünməlidir. B-ni yerinə 1 yazsaq alınmayacaq. B-ni yerinə 1 yazsaq alınacaq 28. 9'a bölünmür. Bu ola bilməz. B-ni yerinə 2 yazsaq 39 yenə 9'a bölünmür. B-ni yerinə 3 yazsaq 50 yenə bölünmədir. B-ni yerinə 4 yazsaq 61 bölünmədir. B-ni yerinə 5 yazsaq 11 dəfə 5 55, o da 17 72. Bax bu bölündü. Deməli bu nədir? B 5'dir. B 5'dirsə 72'ni də 9'a böləndə A da olacaq neçə? 8. A, B hasil soruşduğu üçün cavab olacaq 40. D variantı. Bu da bunun həlli. Növbəti sual, 14-cü sual. Deyir ki, X, Y, Z ardıcıl natural ədədlərdir. Yəni X, Y-dən kiçikdir, o da Z-dən kiçikdir. Deməli mən yaza bilərəm ki, X plus 1 və X plus 2 yaza bilərəm bu şəkildə, bu ifadəni. İndi baxın, birinci metodunu yazıram bu şəkildə. X-də X plus 1 vurulsun. İkinci metodunu yazıram Y plus 1 bölünsün nə? Y. Üçüncü metodunu yazıram Z plus 1 bölünsün nə? Z. Bu da bərabərdir 9'da 10. Burada fikir verin. Y-in yerində, nə deyirəm? X plus 1. X plus 1. Y-in yerinə X plus 1 yazıram. X plus 1. Sonra fikir verək ki, burada eyni zamanda Z-in yerinə X plus 2 və yaxud da Y plus 1 də yaza bilərik. Z-in yerinə Y plus 1 yaza bilərik. Çünki Y-dən sonra Z gəlir. Ardıcıldır onsuz da. İndi baxırıq. X plus 1, X plus 1, Y plus 1, Y plus 1 gedir. Sürətdə qalır bizdə Z plus 1. Məxrəcdə qalır X. Bərabər 9'da 10. Z-imiz nədir? Z-imiz X plus 2'dir. Onda alınacaq sürətdə X plus 3 bölünsün X. Bərabər 9'da 10. Çarpaz vursaq 10x bərabər 9x üstəgəl 27. X 27'dir. X 27 ise deməli 27, 28, 29 olacaq. Ardıcıldır deyə. Bunların cəmini soruşduğu üçün bunları toplayanda burada variantlarda səhvlik var. Yəni bunu süni intellektlə təmizlətdirmişəm deyə variantlarda səhvlik verib. Cavab burada 84 çıxmalıdır. 84. Cavab 84'tür. Yəni B variantı 84 olmalıydı. Səhvlənirsə, bu baxmayan hər tiplərə qarşı. Burada cavab 84 olmalıdır. Deməli, neçənci sual edir bu? 14-cü sual. 14, bəli. B variantı 84'də. Cavab burada 84'də bərabərdir. Növbəti sual. Deyir ki, şəkildə verilən iki qolu tərəzinin sol gözündəki qırmızı kürənin kütləsi 20 qramdır. Burada 20 qram, 20 qram. Sağ gözündəki mavi kürənin kütləsi isə 50 qramdır. Burada isə 50 qramdır. A da B də 5'dən böyük olmaqla qırmızı kürənin üzərində hər birinin kütləsi 8 qram olan A sayda. Deməli A sayda 8 qram. Nə olacaq kütlə onda? Kütlə olacaq 8A plus 8A. Mavi kürənin üzərinə isə hər birinin kütləsi 10 qram olan B sayda cisim qoyulur. Deməli bu kütlə olacaq 10 vur B burada. Və bu zaman tərəzi tarazlığa gəldiyinə görə deməli o deməkdir ki 20 plus 8A bərabərdir
50 plus 10b. Buranın görə nə alır? Hər birini 2-yə bölsəniz 10, 4A, 25, üstə gəlir 2-yə böləndə 5b. Buradan da çıxır ki 4A bərabərdir 15 plus 15 yox 25, bəli 15, 25-dən çıxır 15. 15 plus 5b. Deməli, sol tərəf cütdür, cütdür. O yəni sağ tərəfdə cüt olmalıdır. 15 tək olduğu üçün 5b də tək olmalıdır ki, nəticə ödənsin. B 5-dən böyük. B 5-dən böyüksə 5-dən böyük birinci tək ədəd hansıdır? 7. 7 qoysaq 4A bərabərdir 50 alınacaq. Amma burada saydır da. Bu A burada say alınmadı. Demək bu ola bilməz. B yenə 9 yazsaq, 9 yazsaq, 9 yazanda baxın 4A bərabər alınacaq 9 yazanda. 15 üstə gəl 45. 4A bərabərdir 60, A da 15. Baxın bu alındı. B 9, A 15. A plus B cəmi ən azı 24. Doğru cavab burada C variantı. Növbəti sual, 16-cı sual. Deyir ki, şəkildə 7-də 3 hissəsi su ilə dolu olan banka verilmişdir. 7-də 3 hissəsi su ilə doludur. Eldar bu bankaya eyni stəkan ilə 3 tam dolu stəkan su əlavə edir. Və banka tam olaraq dolur. Əgər o həmin bankaya su əlavə etməsəydi, bankadan bir tam dolu stəkan su götürsəydi, bankanın boş hissəsinin dolu hissəsinin nisbətini çalardır. İndi ümumi bankaya deyirəm 7x su tutur. 7-də 3 hissəsi su ilə doludursa, deməli bu nə olacaq? Bu olacaq 3x. 3x. Və deyir ki, bu bankaya eyni stəkanla 3 tam dolu stəkan 3 tam dolu. Elə bir ədəd vermək lazımdır ki, burada qalan hissə 3-ə bölünsün də rahat hesablayaq. 14 versək, alınmayacaq. 21 versək, 7-də 3 hissəsi 21 verək. 21 verək. 21 versək, burada 21x versək, deməli 7-də 3 hissəsi nə olacaq? 9x. 9x artıq su var. Deməli, nə qədər boşdur? Boş olan isə 12x-dir. Deməli, 3 stəkanla dolursa, 12x-i də 3-ə bölürəm, olur 4x. Bu bir stəkanın tutumudur. Bir stəkan. İndi deyir ki, bizə, deyir ki, əgər o həmin bankaya su əlavə etməsəydi, bankadan bir tam dolu stəkan su götürsəydi, ona nə qalacaqdır? Onda 9x-dən 4x çıxacaq, 5x qalacaqdır. 5x qalacaqdır. 21x daxı normalda. Boş hissə də olacaqdı. 21x-dən çıxırıq 5x-i. 16x olacaqdı boş hissə. Bizdən soruşur ki, bankanın boş hissəsinin dolu hissəsinin nisbətini çalarıq. 16x-in 5x-ə nisbətini soruşur. 16-nın 5-ə nisbəti 3/2 olacaqdı. Doğru cavab C variantı. 17-ci sual. Deyir ki, bir məhlul KL və M miqdarından ibarətdir. Bir məhlul K və L. Baxın, K'nın L-ə nisbəti bərabər nəyə? 3-də 4. L-in də M-ə nisbəti bizə verir 5-də 2. İndi deyir ki, 690 qramlıq bu məhlulda neçə qram L maddəsi var? Baxırıq, hər iki tənasübdə nə var? Ortaq L var. Burada qarşısı 3-dür, burada qarşısı 2-dir. Deməli, eynləşdirmək lazımdır. 3-dən 2-dən 2 bu 6. 6 gətirsək, bu olacaq 6-da 8. 2-yə vurdum. 6 gətirsək, bu olacaq 15-də 6. Burada isə 3-ə vurdum. K maddəsi 8x-dir. L maddəsi 6x-dir. M maddəsi də 15x-dir. Bunların cəmi 24, deməli neçə edir? Baxaq. Deməli 8, 6. Burada sanki problem var. Yenə də süni intellekt sağ olsun, səhv edib deyəsən burada. Burada 3-də 1 verib.
Burada 3'də 1 verib, qalanları da düz verib. 1/3'də 1 yox, 3'də 1'dir burada. Burada 3'də 1. Burada 3'də 1 olacağına görə burada olacaq neçə? 2. Burada 2. Deməli, buradan çıxır ki, burada olacaq 2. 2x. Bunların cəmi 23x eləyir. Onda verib 690. X əvvəl neçə? X olur 30. X tapdı 30. Neçə qram el maddəsi var? El maddəsi 6x daxı. 6 dəfə 30, 180 qram el maddəsi var. Doğru cavabımız C variantı. 180 qram. Gəldi 18-ci sual. Bunu biraz ayrıca çəkin burada. Belə bir şeydir. Deməli. Burada 90 dərəcə verilib. Burada 90 dərəcə verilib. Bura S-dir. Bura K-dır. Bura N-dir. Bura M-dir. Bura P-dir. Və deyir ki, MP ilə NK paraleldir. Buranı verib 2x çıx 10. Baxım yenə hər ehtimala qarşı. 2x çıx 10 verilmişdi orana. 2x çıx 10. Buranı verib x çıx 5. X çıx 5. Bizdən də soruşur, buranın ölçüsünü soruşur, nəyə bərabərdir? Burada nəyə fikir veririk? Bu bucaqla bu bucaq daxili bir tərəfli bucaqlardır. Cəmləri 180-dir. Yazırıq 2x çıx 10 dərəcə, üstəgəl 90 dərəcə, üstəgəl x çıx 5 dərəcə, bərabərdir 180 dərəcəyə. 2x, bu da x, 3x, 3x. Deməli, bərabərdir. 180-dən 90 çıxırıq 90, 90 üstəgəl 15, 105 dərəcə. X alınır 35 dərəcə, x tapdıq 35 dərəcə. İndi digər tərəfdən də mən S təpəsindən digər xətlərə paralel bir xətt keçirdirəm. Bura x çıx 5 isə burada olacaq x çıx 5. X çıx 5. Bura 90-dırsa burada olacaq 90. Deməli, həmin bucaq x çıx 5-dən 90-ın cəminə bərabərdir. X-ə tapmışıq. 35 dərəcə çıx 5 üstəgəl 90 dərəcə. Olacaq 120 dərəcə. Doğru cavabımız burada D variantı. 120 dərəcəyə bərabərdir. 19. 400 natural ədədin hasili 400'dür. Bunların cəminin ən böyük qiyməti neçə olar? Cəminin ən böyük qiyməti soruşursa, ədədlərdən biri maksimum olmalıdır. 400 dənə ədəd olduğu üçün, yəni əksər hissəsi, ədədlərin əksəriyyəti olacaq 1. Cəmi maksimum soruşduğu üçün deməli nə edəcəm? Deməli, ədədlərdən biri 400 götürəcəm. Bir ədəd 400 götürəcəm, bir ədəd. 399 ədəd isə burada 1 götürəcəm. 1. Deməli, bunların cəmi olacaq 399. 399-dan 1-dir. Bir də 400, 799 olacaq. Doğru cavab olacaq C variantı. Növbəti sual. Və sual belədir. Deyir, fərə aşağıdakı kvadratların daxilinə 1, 2, 6, 9 rəqəmlərindən hər birini bir dəfə, dairələrin daxilinə isə əmələrin hər biri bir dəfə olmalı yazılır. Yəni, mənfi yazır, çıxma, toplama yazır və vurma yazır deyir. A-nın ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmi neçədir? Ən böyük soruşulursa 9-dan 6-nın yanaşı yazmaq lazımdır. Və aralarında vurma yazmaq lazımdır. 9 vur 6. 9 vur 6 plus 2 çıx 1. Belə yazacaq. Ən böyük bu olacaq. Deməli, A olacaq maksimum neçə? A olacaq 9 dəfə 6, 54. Üstəlik 2 çıx 1 olacaq 55. Minimum soruşduğu üçün minimumda da eyni şəkildə. 9-dan 6-nın yanaşı yazacaq. 9 vur 6. Və qabalarına çıxma yazacaq. Çıxma bu şəkildə. Bu şəkildə. İndi burada da 1 plus 2 yazırıq. Bu da minimum qiymət olacaq. Minimum qiymət olacaq 3 çıxılsın 54 mənfi 51. Bunların cəmini soruşur. Cəmidə neçə olacaq? Cəmidə
C variantı 4. 4'e bərabərdir. 21-ci sual. Deyir ki, Zeynəb ilə Zəhra arasında 130 addımlıq məsafə var. Zeynəb hər cəhddə 4 irəli, 2 geri. Hər cəhddə 4 irəli, 2 geri. Deməli, buradan çıxır ki, Zeynəb 6 addım atsa, 6 addımda 2 addım qabağa gedir. 2 addım. 6 addımda 2 addım qabağa gedir. Zəhra isə hər cəhətdə 6 irəli, 3 isə geri addım atır. 6 irəli, 3 geri. Deməli 9 addım atır da. 9 addımda. Deməli 6 irəli, 3 geri isə 3 addım irəli gedir. İndi deyir ki, onların addımların uzunları eyni olduğuna görə deməli onların addım sayına x deyirəm. Addım sayına x dediyim üçün deməli Zəhra 2x atsa, daha doğrusu Zeynəb 2x atsa, Zəhra 3x atsa artıq yol bitəcək. Bu da neçə olacaq? Bərabər neçə? Bərabər olacaq 130. Deməli 5x nədir? 5x bərabərdir 130-a. X neçədir? X 26-dır. X 26. Deməli onların addım sayı yəni 26-dır. Yəni addımların ölçüsü 26-dır. Daha doğrusu addım sayı. İndi deyir ki, onlar ümumilikdə nə qədər addım atıblar? Nə qədər? Baxın, 6 addım bu atır, 9 addım da bu atır da. Deməli, burada 6 ilə 9-u toplayıb, vuracam 26-ya. Üzr istəyirəm. Görün, burada nəsə səhv etdim sanki. Yox. Vuracam 26-ya. 15 vur 26. Problem deyil. 15-i 26-ya vuracaq. 15-i də 26-ya vuranda hesabına görə neçə çıxır? 15 vur 26. 390. Deməli, ümumilikdə 390 addım atıblar. Doğru cavabımız burada D variantı. Növbəti sual. Deyir ki, Murad yumurtaların yarısını qutulara 12-12 yerləşdirərək hər qutunu 7 manatdan, Naid isə digər yarısını qutulara 8-8 yerləşdirərək hər qutunu 5 manatdan satır. Onların bu satışda əldə etdiyi ümumi gəlir 100 manatdan çox olduğuna görə bu gəlir ən az neçə manatdır? İndi 12-12 bir də 8-8 deyir. 12 və 8-ə bölünən bir ədəd lazımdır mənə. Məsələn, götürürəm 12 və 240. Deməli, yarısı 120x bunun birində olacaq. 120x digərində olacaq. Yine 12-12. 12-12 deməli burada 10 qutu. 10 qutu burada olacaq. 10 qutu. Burada olacaq 15 qutu. 15 qutu. Yine qutunun birini 7 manatdan. 7 manatdan satırsa 7. 10 qutu daxil. Burada olacaq 70 manat. 70. Deməli 12 və 8-8 yerləşdirərək hər qutunu 5 manatdan satır. Deməli 12 və 8-ə yarısını, digər yarısını, deməli 120. Deməli 12 10 qutu. 10 qutunun hər qutunu 7 manatdan 70 manat bu qazanır. 120 də indi buraya baxaq. 120-ni də deyir ki, 8 deməli 15, 75 manat. 70-75 manat. Bir dakika, burası səhvlik oldu. Murad yumurtanın yarısını qutulara 12-12 yerləşdirərək hər qutunu, neyse x deyək, rahatı. Yarısı x plus 2, x bölü 2'dir. 12 deməli 12'ye böləcəm. Nə olacaq? X bölü 24. Deməli x bölü 24 dənə qutu var. Qutu. Deməli 7 manatdan satırsa deməli olacaq 7x bölü 24 burada. Digər yarısı x bölü 2. Neyir? 8'e bölür. 8'e bölür. Bunun olacaq x bölü 16. Bunu da 5 manatdan satır. 5 manatdan. Yani 7x bölü 24 üstə gəlir 5x bölü 16. Bu böyük olmalıdır. Nədən? 100'dən. 100'dən. Yine 24
16. Orta məxrəc neçə eləyir orta məxrəc? 48. 48. 48. Bura 14x. Burada 15x. Bərabər böyükdür neçədən? Böyükdür 100-dən. Buradan 29x böyükdür 100 vur 48-dən. İndi burada əsas məsələ burada x-i tapmaqdır. X. X-i tapsaq bəs eləyir. Əslində burada görünür ya. Heç bura yazma ehtiyac yoxdur. Bu qədər yazma ehtiyac yoxdur. Gəlir soruşursa gəlir. Gəlir. Gəlir burada budur. Bunda da 5x bölü 16'dır. 5x bölü 16. Deməli x 24 16'ya bölünməlidir. Deməli x olacaq neçə? Onların əkübü neçə edir? 48k. 48k'dırsa burada olacaq 14k. 14k. Burada 48k'dırsa 48k. 48'i də burada olacaq 15k. 15k. 14 ilə 15'in cəmi neçə edir? 29k. Cəm 29k. Deməli 29'a bölünən bir ədəd olmalıdır. 29'a bölünən bir ədəd, o da bəli. Cavab doğru olacaq B variantı. Doğru cavabımız B variantıdır. Növbəti sual. Fidan atasından deyir ki, bəzi günlər 12 manat, bəzi günlər isə 15 manat cib xərcliyi almışdır. O 12 manat aldığı günlər 10 manat, 15 manat aldığı günlər 12 manat xərcləmiş. Qalan pulunu isə yığmışdır. Fidan atasından cib xərcliyi aldığı 30 gün ərzində. 30 gün. İndi maraqlıdır. 30 gün ərzində alıb da. İndi bunu iki hissə bilək. 12 manat aldığı günlər 12 manat. Bir də 15 manat yazıram. 15 manat. Deməli deyir ki 12 manat 30 gün deyir. Buna mən x desəm, bura nə olacaq? 30 çıx x. Onda burada nə fikir edəcək? Baxın, x gün ərzində 12 manat alıbsa, deməli 12x pul alıb. Aldığı pul. Aldığı pul. Aldığı 12x. Burada isə 30x gündə 15 pul alıbsa, 15 manat alıbsa, 30x'i 15'e vurmalıyıq. 450 çıx 15x. Bunu bildik. Bunu yazdık. İndi deyir ki, o 12 manat aldığı günlər 10 manat xərcləyib. Deməli, x gün pula, x gün ərzində pul alıb, 10 manat xərcləyibsə, deməli 10x xərclədi. Xərc olacaq burada 10x. 15 manat aldığı günlər isə 12 manat xərcləyib. 12 manat xərcləyib. 30x olduğu üçün 12'ye vuranda 360 çıxılsın. 12'ye vuranda 12x. İndi qalan pulu yığmışdır. Qalan pul. Qalan burada 2x'tir. Qalan pul isə burada 90 çıx 3x'tir. Çıx 3. İndi deyir ki 30 gün ərzində 80 manat yığmış olarsa, yəni bunların cəmi 80'dir deyir. Bunların cəmi neçədir? 90 çıx x. Evet 80. Deməli x neçədir? X 10 manatdır. X 10. X 10 manat deyirəm, x gündür. Günlərin sayı x'i tapdıq 10. İndi ki neçə manat xərcləyib? Neçə manat xərcləyib? Baxın, burada görünür. Burada 100 manat xərcləyib. 100. Burada isə 240 manat xərcləyib. İkisini toplayanda 340 manat eləyəcək. Doğru cavabımız burada A variantı. Növbəti sual. Sualımız belədir. Deyir ki, Tunar velosipedlə A şəhərindən B şəhərinə doğru hərəkət edir və yolda C, D, Y məntəqələrində fasilə verir. Şəkildəki 2xy, 2yz, 2yx və 2zx ədədləri başlanğıcdan həmin nöqtəyə qədər olan məsafəni göstərir. C və D nöqtələri arasındakı məsafə 36, D və Y nöqtələri arasındakı məsafə isə 40-dır. X plus Y plus C cəmini tapın. Plus Z cəmini tapın. Mən burada baxım ola bilsin, şəkildə problem ola bilər. Buradan baxım. Deməli, C və D nöqtələri arasındakı məsafə. Deməli 2yx çıxılsın 2xy olacaq.
2x y. Məsafəni verib 36. Sonra D və Y nöqtələri arasındakı məsafə D və Y 2zx 2zx çıxılsın D və Y 2x 2x verib, bunu da bizə 40 verib. 40'a bərabər verib. Baxın, birincinin açısını yazsam 200 üstəgəl 10y üstəgəl x. Bunun açısını yazsam, qabaqda mənfi olduğu üçün işarə dəyişəcək. Çıx 200 çıx 10x çıx y. Bərabər 36. 200'lər getdi. Deməli 10y-dən y çıxanda 9y çıx 9x bərabər nəyə? 36. Deməli y ilə x-in fərqi neçədir? 4'ə bərabərdir. Bunu bildik. İndi burada 200 10z üstəgəl x üstəgəl x çıx 200 çıx 10y çıx x bərabərdir 40. 200'lər getdi. X-lər də getdi. Qalır 10z çıx 10y bərabərdir 40. Deməli z çıx y-də y çıx x 4. Eyni zamanda z çıx y-də 4. 4. Baxın, burada baxıram. Tərəfdə toplasam nə alınır? Z ilə x-in fərqi alınır 8. İndi burada iki hal mümkün ola bilər. Birinci hal x-ə 0 versəm, y alınacaq neçə? Y deyirəm. Z olacaq 8. Z 8-dirsə, y olacaq 4. Y 4. Bu halda cəm 12'dir. İkinci hal x-in yerinə mən 1 yazsam, z olacaq 9. Z 9 ise y olacaq 5. Bunda isə cəm olacaq 15. Cəm 15. Doğru cavab elə A variantı. Cəm 15'ə bərabərdir. Gəldik çatdı növbəti və sonuncu suala. Deyir ki, Zülfiqar vahid kvadratlardan ayrılmış düzbucaqlı bir kağızın bəzi xanalarını müəyyən qanunalıqla rəngləyir. Bu kağızda ümumilikdə 171 xana rəngləmiş olarsa, ümumilikdə 171 xana. Burada nə fikir verirsiniz? Baxın, birinci sətirdə bir dənə, ikinci sətirdə ikisi rənglənib, üçüncü sətirdə 3 dənə rənglənib, birinci sətirdə də n rənglənmiş olacaq. Deməli, qanunluq bu şəkildədir. Bunların cəmi 171'dir. Bu nə deməkdir? N vur n plus 1'in 2'ə nisbəti. Bərabər 171. Burada n alınacaq neçə? N alınacaq 18. N 18 alınır. N 18. Sonra baxırıq ki, burada hər sətir sütunda bir dənə rənglənib. Bir dənə, hər sütunda bir dənə. Deməli, biraz çıxır ki, 171 dənə rəngli xana olduğu üçün uzunluq 171'dir. N-də tapdıq 18. Deməli 18'i 171'ə vurub, onda da çıxacaq nəyi? 171'i. Bu da nə deməkdir? 17 vur 171 deməkdir. Bu da bərabərdir 2907. Doğru cavabımız B variantı. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.